Verilişin baş sponsoru Hacı Seylon Çayları. Belə əziz tamaşaçılarımız, artıq Fuad Məmmədovla söhbətimizin daha bir mərhələsinə keçirik. Yenicə qoşulan bütün tamaşaçılarımızı salamlayıram və Xəzərin sahilindən qucaq dolusu sevgi göndəririk sizə. Bugün Xəzərin sahilində bu gözəl dalğanın, bu gözəl göy ilə yerin aynasında biz öz ayna əksimizi tamaşaçılarımıza göndəririk və biz sevgimizdən əminik, ümid edirik ki, sizin də sevginiz bizə qarşılıqlıdır. Bugün biz mədəniyyətdən, ruhdan, ruh halından, gözəllikdən danışırıq. Fuad Məmmədov bizimlədir, kulturolog, tarix elmləri doktoru. Fuad Məmmədov professor, Fuad Məmmədov İdarəçilik Akademiyasının professoru və Fuad Məmmədovun 7 beynəlxalq ölkənin akademiki, Simurq jurnalının baş redaktoru, təsisçisi. Fuad müəllimin fəaliyyətini, Fuad müəllimin bugünə qədər gəldiyi bütün yolu danışsaq, biz buna 2 veriliş həsr edə bilmək, təkcə gəldiyi yoldan danışıq. Ən başlıcası, əziz tamaşaçılarımız, 80 yaşlı belə şux, gözəl bir oğlanla biz söhbət edirik. 80 yaşım var mənim. Belə deyirlər, açıram, baxıram, belə deyirlər ki, 80 yaşlı gözəl bir oğlanla görüşəcəksən və onunla çox gözəl bir mövzudan danışacaqsan, bu mövzu mədəniyyət olacaq. Çox sağ olun. Bundan gözəl nə olsun yəni? Çok sağ olun. Güzel gününüz olsun. Ben isterdim o siz verdiğiniz sualı Rəvayət deyəcəydiniz. rəvayetle bitirim. Çünkü birbirine bağlı. Bəli, bəli. Deməli Fəxriyə xanım, günlərin bir gündə belə bir rəvayət var. Bir qadın gedir küçədə, görür bir yerdə yazılıb Allahın dükkanı, əstəğfurullah. Bu təəccüblənir çox. Necə ola bilər? Allahın da dükkanı olar. Bir girim görün bu nədir belə. Girir içəri. Gör bir işıqlı şəxsiyyət. Hiss olunur ki bu adi insan deyil. Deyir ilahi bu sənsən. İlahi gülümsəyərək sakit deyir bəli. Deyir axı sənin dükkanında nə almaq olar? İlahi deyir ürəyin nə istəsə hər şey. Bu qadın çox sevincək olur. Tez başlayır ki, mənə qızıl ver, mənə brilyant ver, onu istəyirəm, bunu nə qədər şey sayır. İlahi bir söz demədən gülümsüyür, keçir arxa otağa, bir dəqiqədən sonra qayıdır, bunun qabağını bir dənə balaca karton kutu qoyur. Bu qadın çox pərişan olur ki, deyir, ilahi mən səndən bir belə şey xahiş elədim. Elə bu, ilahi gülümsəyərək deyir, bəli. Məyər sən bilmirdin ki, mənim dükkanımda yalnız toxumlar satılır. Dərinliyi görürsünüz. Yəni, bir toxum Allah Taala tərəfindən bizim hamımıza verilib. Bizim ağlımız, müəyyən bacarığımız, qabiliyyətimiz, düzdürmü? Gendən gəlib Allah Taala tərəfindən. Amma bunları atkinan bu toxumları qayanın üstünə ki orada nə torpaq ola, nə su ola, o nə bəhər verəcək? Heç nə. Düzdürmü? Deməli o bəhər yaratmaq lazım. Bəhəri almaq üçün mühit yaratmaq. Bax o sosial mühit yüksək mədəniyyətli insanların formalaşdırılmasına kömək edən təlimdir, tərbiyədir birinci növbədə. Təbii ki, ətrafda elm inkişaf eləməlidir, maarifçilik. Çünki anlamaq bilməkdən vacibdir. Bir insan ki, bir şeyi düzgün dərk etmirsə, mən bilirsiniz ki, 5 il idrak verilişini aparırdım da, Hastabada 200 veriliş aparmışam. Bir insan ki, nəysə düzgün anlamırsa, onun biliyinin əhmiyyəti belə itir. Çünki o düzgün istiqamətdə getməyəcək. Bir də gəlib görəcək ki, uçurumun qarşısındadır. Uçuruma özünü atmayacaq ki, o qayıtmalıdır. Amma kim bizim bir ilimizi, ayımızı, həftəmizi, günümüzü, saatimizi, dəqiqəmizi, saniyəmizi belə qaytara bilmirik. Qaytara bilərikmi? Ən bahalı resursdur zaman. Deməli, zamanı düzgün istifadə eləmək lazımdır. Bax, o sizin əlinizdə olan kitab, mən onu keçən il hazırladım. Bu Azərbaycan mədəniyyəti 2040 konsepsiyasının mən müəlliflərindən biriyəm. 4 ay mən onun üzərində işləmişəm və bu kitabı məhz onun üçün hazırladım ki, bir
yol xəritəsi olsun. Və biz artıq 2 qrant həyata keçirmişik. Birin Bakıda 5-6 oxumalar keçirmişik. Çox gözəl nəticələr alınıb. Kitabları da paylamışıq. O birisində regionlarda eləmişik. Şamaxıda, Neftçalada, Masallıda, Cəlilabadda, hətta Şəkidə mən Heydər Əliyev mərkəzlərinin müdürləri üçün xüsusi ustad dərslər keçirdim may ayında. Bilirsiniz, bax burada əziz tamaşaçılarımız, açdım və açan kimi qarşıma nə çıxdı? Bəli. Xoşbəxtliyin şərtləri. İnsanın və onun yaxınlarının sağlamlığı, məhəbbət, mənəvi qohumluq, dostluq və səadət, mərhəmət və xeyirxahlıq, insanlara xidmət, maddi rifah, ağıl, bilik, məntiq, müdriklik, həyatda ağıllı və aydın məqsəd, öz potensialını reallaşdırmaq və cəmiyyətdə layiqli yer tutmaq imkanı, azadlıq, cəsurluq, mübarizə, uğur, vicdan, dürüstlük, inam və səbir, prinsipiallıq, məsuliyyət, pozitiv xarakter, güzəştə getmək bacarığı, özünü təkmilləşdirmə, möhkəm firavan ailə, sağlam mikro və makro sosial mühit, sevimli peşə və iş, ətrafdakıların sevgi, hörmət, anlayış və dəstəyi, doğmaların və dostların etimadını doğrultmaq, xarici və daxili gözəllik, həyatı sevmək, hər şeydən zövq almaq bacarığı, anadan gəlmə mədəni keyfiyyətlər, sevincli hadisələrin tez-tez baş verməsi, insanın yüksək ruhi mədəniyyəti, biliklər, bacarıqlar və mütəşəkkillik, mənəviyyət və yaradıcı fəaliyyətin vəhdəti. Fuad müəllim, bütün bunların hər biri insanın özünün məncə bir tək bəndində formalaşır. Əgər o varsa, bilirsiniz də Napoleon Bonaparte'ın müharibədə uduzma səbəbi barıt məsələsi. Danışın. Napoleon Bonaparte'ın ordusu uduzur və Napoleon sərkərdəsini çağırır və sual verir ki, niyə uduzdun? O isə cavab verir, bunun üçün mənim 100 səbəbim var. Deyir, birincisi barıtımız yox idi. Deyir, 99 səbəb artıq lazım deyil. Yəni, bu sizin sadaladığınız, bütün bunların hər birinin arxasında həyatı sevmək və hər şeydən zövq almaq bacarığıdır. Burada dostluq da var, burada sevgi də var, sosial mühit də var, cəmiyyət də var, iş də var. Yəni, bütün bunların hər biri insanın özəl fakturasında olmalıdır. Daha bir misal çəkəcəm. Qamışa, bambuk ağacına daha doğrusu 5 il su verirlər. 5 il sərasər gecə-gündüz su verirlər və o cücərmir. 5 ildən sonra bir həftənin içində bambuk ağacı 25 metr ucalır. Yəni biz ömür boyu bu kitablarla, bu söhbətlərlə, sizi kimi dəyərli ustadlarla biz bambuk kimi öz köklərimizi ağacın altına öz köklərimizi möhkəmləndirməliyik ki, günlərin bir günü... Əsl kulturoloq sizi, mən də öyrəm. Günlərin bir günü sosial mühitdə kiçik bir qığılcım, kiçik bir şərait yarananda biz bir həftə ərzində o 25 metr qalxa bilək. Maşallah. Bizim bazamız sağlam olsun və bunu yaradan sizsiz, Fuad müəllim. Ömrünüzü, gününüzü buna həsr eləmişsiniz və bu çox vacib məsələdir. İndiki sosial vəziyyətdə nə qədər insanlar mədəniyyəti düşünür? Daha bir sual, Fuad müəllim. Buyurunuz. Burada maddi rifah da var idi, maliyyə azadlığı da var idi və bütün dövrlərdə, bütün zamanda, bütün ölkələrdə hər zaman incəsənət də, mədəniyyət də maddiyyətə uduzub. Çünki onun maddi rifahı olmayınca, onun o şəraiti olmayınca çox insanlar, rəssamlar, bəstəkarlar, alimlər degradasiyaya uğrayıb, gücü olmayıb, qalxa bilməyib, hər adam güclü deyil. Yaşaya bilmir. Yaşaya bilməyib. Çünki insan bioloji varlıqda onun ehtiyacları var. Onun ehtiyacları ödənilməlidir. Üstəgəl yaradıcı adamdırsa, ona mükəmməl münbit şərait lazımdır. Maddi rifah, maddi azadlıq və mədəni olmaq çabası. Əgər bu bir-birinə tərs mütənasib gələrsə, onda insan çıxış yolunu nədən tapmalıdır? Bilirsiniz, bu maddi rifah məsələsi çox şeylə bağlıdır.
Birincisi insanın əməyinə, onun səviyyəsi ilə, səriştəsi ilə bir tərəfdən. Digər tərəfdə cəmiyyətə ona ədalətli verilən qiymətlə, onun əməyinə. Ona deyirlər meritokratiya. Meritokratiya məsələn mənim formulam var da, xüsusi formula. Nədir orada? İnsanın bacarığı, qabiliyyəti, insanın biliyi və peşəkarlığı, insani keyfiyyətləri, yəni dürüstlüyü, insansevərliyi, vətənpərvərliyi və dördüncüsü onun cəmiyyət və dövlət qarşısında xidmətləri, o cəmiyyətin, dövlətin inkişafına töhfəsi. Deməli, o töhfə, bu keyfiyyətlər ədalətli qiymətləndirdiyi bir zamanda elə insanlar əlbəttə inkişaf eləyəcək, dolana biləcək, gözəl yaşaya biləcək. Amma olmasa çətin, olmasa stimul da olmur onda, motivasiya da olmur. İnsanlarda olan o qabiliyyət heç motivasiyası da yoxdur ki, nə isə eləsin, əgər bilir ki, qiymət verilməyəcək. Ona görə insana qiymət vermə mədəniyyətinin çox böyük rolu var. O ki, deyirlər ki, insanın davranışı dəyişir onun mədəniyyətin dəyişməsi ilə. Bax, bunlar hamısı görün nə qədər bağlıdır. Motivasiya olmasa, inkişaf istəmir də, ürəyi sınır, heç nə istəmir eləsin. O da var. Hesab edirəm ki, belə məqamda mədəni insan formalaşdıranda ora bir bəd də əlavə edək və ora bir deviz yazaq. Əgər həyat sənə limon verdisə, sən ona limonat hazırla. Əlində olan... Sizdə də gözəl təkliflər var. Əlində olan kiçik bir resursla xoşbəxt olmağı bacarmaq xüsusiyyəti aşılayaq insanlara. Neyniyək ki? Fuad müəllim, deməli bizə verilən zaman artıq başa çatdı. Eləmi? İşarə edirlər, artıq hazırdırlar. Bax, bu içdiyiniz çaydan sizə töhfəmiz var bizim. Hesab edirəm ki, buyurun. Gözəl Aynur xanım, sağ olun əzizim. Bax, bu çay sizə hədiyyə edirik. Xəcalət verirsiniz mənə. Burada iri yarpaqlı, xırda yarpaqlı, paket çay, yaşıl çay, hər şey var. Yorulanda, kitab yazanda, bizi düşünəndə bu çayı dəmliyin için. Çox sağ olun, təşəkkür edirəm. Beləliklə, Fuad müəllim, sizə sonsuz təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür, sizə təşəkkür. Gözəl bizə ruh, gözəl bizə enerji bəxş etdiniz. Ən ali, ən kamil, ən yüksək, ən gözəl insani keyfiyyətdən danışdıq. Bu mədəniyyətdir. Sadəcə və sadəcə mədəniyyət. Amma sadəcə dediyimiz o mədəniyyətin alt qatında hər bir xüsusiyyətlər var. İnsana sevgi, təbiətə sevgi, işə sevgi, həyata sevgi. Və sevgi ki, sevgi, yenə də sevgi. Biz hər zaman bax bu sevginin üzərində dayanırıq. Fuad müəllim, sizi sevirik. Çox sağ olun. Mən də sizi sevirəm və mən tamaşaçılarıma bir daha yada salmaq istəyirəm ki, mədəniyyət haqqında öz təsəvvürlərin köklü halda dəyişsinlər. Mənim xüsusi audio kitabım da var. YouTube-da da var, Google-da var. Yaza bilərlər Fuad Məmmədov, Yüksək Mədəniyyətli İnsan audio kitab. Çox uşaqlı analar üçün, sürücülər üçün, gözü pis görən yaşlı adamlar üçün. O kitabı onlar qulaq asarkən öz işlərini evdə görə bilərlər. Rul dalında həm zəkaları, həm qəlbləri zənginləşəcək. Mənim üçün o çox böyük bir savabdır. Super, çox sağ olun. Ən dəyərli mirasdır. Əziz tamaşaçılarımız, ən ali hisslərimizi sizə göndəririk və bu gözəl musiqi ahəngini isə bizə Şəhla xanım Cəlilova bəxş elədi. Şəhla xanım musiqiləri ilə, şirmaya barmaqları ilə Xəzərin bax bu gözəl enerjisini sizə bəxş etdi və biz də ona qatıldıq, siz də bizə qatıldınız, hamımız bir-birimizə qatılaraq mükəmməl şəkildə böyük sevgilərimizlə sizinlə sağollaşırıq. Görüşmək ümidi ilə Allah amanında. Fəxriyə xanım, bir söz də mən deyim, icazəvizlə. Mən istəyirəm ki, tamaşaçılarımız həmişə yadda saxlasın ki, mədəniyyət iki qanadlı quşdur. Bir qanadlı quş uça bilməz. Biri mənəvi mədəniyyətdir, o birisi intellektual, əqli mədəniyyət. Bunlar harmonik, tarazlaşdırılmış formada inkişaf eləməlidir və əslində mədəniyyət ikinci süni təbiətdir. İnsanın ağlı, qəlbi və əməyi nəticəsində yaranmışların hamısı mədəniyyət. Ne güzel. Və onun aparıcı qüvvələri,
elmdir, təhsildir və maarifdir. Çünki o olmasa qalan şeylər səviyyəli inkişaf eləyə bilmir. Danışdıqca danışırıq. Zamanımız isə bitib. Görüşmək ümidi ilə.